Biz xanım Zəhranı nümunə kimi tanımamışıq. Həzrəti Zəhra insanlığa nümunədir. Özdə səhv sözdür deyəsən xanım Fatimə Zəhra qadınlar üçün nümunədir. Qadınlar üçün yox. Xanım Fatimə Zəhra insanlıq nümunəsidir. Fərqi yoxdur, cinsindən asılı olmayaraq hər bir insan üçün Həzrəti Fatimə böyük bir nümunədir. Fatimənin nuru Allah nurundan yaranır. Göylərin, yerin yaranması Fatimənin nurundan yaranır. Xanım Fatimə Zəhranın mənəvi məqamı o dərəcədə böyükdür ki, tarix yazır istisnasız. İstisnasız yəni həmişə. Heç vaxt olmadı ki, başqa cür olsun. Hər zaman istisnasız xanım Fatimə Zəhra otağa girərdisə, Peyğəmbər ayağa durardı. İstisnasız. Durardı, onu öz yerində otuzdurardı. Və bu, qızına olan məhəbbət kimi də öldü. Yox, Peyğəmbərin ondan sonra da qızı var. Peyğəmbərin ondan sonra neçə qızı var? Zeynəb, Rüqəyyə, onlar da Peyğəmbərin qızları. Həzrəti Cəbrail Peyğəmbər vəfat eləyəndən sonra xanım Zəhra vəfat eləyənə qədər bu evə gəlib gedirdi və xanım Zəhranın xidmətində idi. Allah bir qrupda mələikə yaradıb, nə qədər Fatimə diridir, o mələkələr ondan gəzirlər. Fatimə dünyasını dəyişəndə də onlar Fatimənin kənarındadılar. Hətta Fatimənin qəbrində də onlar Fatimə ilə. Xanım Fatimə Zəhra da mələklərlə danışırdı və xanım Zəhraya mələklər ilahi həqiqətləri ilham edirdilər. Fatimiyə onlar salam, salavat deyirlər. Həm Fatimiyə, həm Fatimənin atasına, həm Fatimənin yoldaşı Əli və həm də onun balalarına, yəni Həsən və Hüseyn və 11 imamın hamısı onlara bunlar salam salavat deyirlər. O mələkələr ta qiyamətə qədər. Ona görə də Allah mələkələrinə dedi, ay mənim mələkələrim, ay behişdə sakin olanlar, Əli əleyhissalamı, Fatiməni təbrik edir. Biz xanım Fatimə Zəhranı Həzrəti Əli əleyhissalamla müqayisə eləyək. Fatimə və Əli iki bədəndə olan bir ruh kimidirlər. Allah deyir, yer kürəsində ən sevimli insanı kişilərin içində, ən istəhli bəndəmi qadınların içində bir-birinə mən yoldaşım. Və belə bir ailədən bütün pak, təmiz nəsli dünyaya. Allah kamil insan nümunələrini bu ailədə qərar verib. Birini qadın şəklində, birini kişi şəklində. Kamil insan nümunəsi qadın vücudunda xanım Fatimə Zəhradır, kişi şəklində isə Həzrəti Əli əleyhissalamdır. Əli əleyhissalamla Fatimənin onların kəbinin Allah oxudu. Mehriyə nə mənə təyin elədi? Yer kürəsi də onun mehriyəsidir. Xanım Zəhra Əli əleyhissalamın güzgüsüdür, Həzrəti Əli xanım Fatimə Zəhranın. Onların hər ikisi Peyğəmbər qucağında tərbiyə olunublar. Həm fiziki baxımdan, yəni cismani baxımdan Peyğəmbər onları böyüdüb, gözlərini Peyğəmbərin evində açıblar, Peyğəmbərdən tərbiyə alıblar. Həm də mənəvi baxımdan Peyğəmbər məktəbinin iki ən əsas, ən parlaq tələbələri və şagirdləridirlər. Həm dünyada Allah onu bizə təyin edir, ondan örnək götürər. Necə Quran buyurur, Peyğəmbər bizə nümunə bir insandır, üsvədir. Quran buyurur, üsvə, yəni o nümunədir, ondan örnək götürmək lazımdır bizə. Peyğəmbər də buyurur hədislərdə, Fatimə bütün qadınlar üçün üsvədir. Ondan örnək götürmək lazımdır. Dünyası belədir. Fatimə bir nümunə insandır. Ahirəti də budurdur ki, buyurur qiyamətin günündə hər kəs Fatimənin ətəyinə əli çatdı, o nicat tapdı. Hansı əqidədə olan insana bu nümunələri danışasan əgər, heç şübhəsiz ki, təzim edir. Dünyanın harasında tanıtdırasan, deyəsən, bax bizim şəxsiyyətlərimiz bu insanlar olub,
dünyada təzim eləyərlər, hörmət eləyərlər. Peyğəmbər buyurdu ki, and olsun mənim nübüvvətimə, qiyamətin günündə Allah Cəbrayili gətirəcək, mən yapışacağım Cəbrailin əlində. Peyğəmbər özü, mən yapışacağım Cəbrailin əlində. Əli əleyhissalam gəlib yapışacaq mənim ətəyimdən. Fatimə yapışacaq Əli əleyhissalamın ətəyindən. O birisi imamlar yapışacaq hamısı Fatimədən və Fatiməni, Əlini sevənlərin hamısı yapışacaq onlardan. Ondan sonra Peyğəmbər buyurur ki Səlmana, Səlman, Allah öz Peyğəmbərin o gün hara aparacaq? Allah o gün Əlini, Fatiməni hara aparacaq? Bunları deyəndən sonra deyir ki, and olsun Kəbənin Allahına, həm Peyğəmbər, həm Fatimə və həm Əli və həm o imamlar və həm onların hamısını sevənlər, hamısı bir yerdə, onlar cənnətə daxil olacaqlar. Allah bizi Həzrəti Zəhranın dünyada o tanınmayan qəbrinin, Bəqinin, Mədinənin ziyarətindən, Qiyamətin günündə şəfaətindən bir nəsib eləməsin inşallah. Vəssalamu aleykum və rəhmətullah.